Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz qoruqlar və milli parklarla bağlı olacaqdır. İlk öncə xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində bitkilər, heyvanlar və təbii kompleksləri qorumaq məqsədi ilə qoruqlar, milli parklar və yasaqlıqlar yaradılmışdır. Bəs gəlin görək qoruq, milli park, yasaqlıq bunların bir-biri ilə oxşar fərqli cəhətləri nədir? İlk öncə qoruğa baxsaq, yadda saxlayaq ki, qoruq burada hər hansı bir ərazi qorunursa, deməli bu qoruğun daxilində olan bütün komponentlər qorunur və yadda saxlayaq ki, qoruq burada hər hansı bir təsərrüfat işləri olmaz. Yazıram bura təsərrüfat işləri icazə verilmir. Yalnız elmi tədqiqat məqsədi ilə bura girişə icazə var. Və bir daha qeyd etdiyim kimi qoruqda bütün komponentlər eyni dərəcədə qorunur və qoruğa insanların girişinə icazə verilmir. Yalnız elmi tədqiqat məqsədi ilə bu əraziyə giriş mövcuddur və təsərrüfat işləri aparmaq qadağandır. Daha sonra isə milli parka diqqət yetirsək, milli parklar qoruq eyni statusdadır. Yəni milli parkda da bütün komponentlər eyni səviyyədə qorunur. Həmçinin burada təsərrüfat işlərinin aparılmasına icazə verilmir. Elmi tədqiqat məqsədi ilə girişə icazə var. Həmçinin lakin milli parkın qoruqdan isə fərqli cəhəti odur ki, yəni oxşarlıqda demək olar ki, qoruqlar eynidir. Sadəcə fərqli cəhəti isə odur ki, milli parklarda insanların, bax qeyd edirəm, insanların istirahətinə icazə verilir. Yəni əgər girişə belə də qoruqlarda əgər insanların girişinə icazə yoxdursa, amma milli parklarda isə yəni müəyyən bir hissəsində, milli parkın müəyyən bir hissəsində insanların istirahət etməsinə və müəyyən vaxt keçirməsinə icazə verilir. Bəs yasaqlıqlara baxaq. Bəs yasaqlıqlar nədir? Yasaqlıqlar və milli parklar və qoruqlardan fərqli olaraq burada bütün komponentlər yox, əsasən bir neçə komponent qorunur. Birinci əsas məsələ budur. Və digər bir məsələ isə diqqət yetirin ki, yasaqlıqlarda yazıram bura, təsərrüfat işlərinə icazə verilir. Təsərrüfat işlərinə icazə verilir. Yəni yasaqlıqlarda insanlar sərbəst şəkildə öz təsərrüfatlarını apara bilərlər, lakin həmin o yasaqlıq daxilində müəyyən bir komponentlər, bir neçə komponent əlbəttə ki, qoruna bilər. İndi isə gəlin Azərbaycan ərazisində yerləşən əsas ilk öncə qoruqlardan başlayaq. Deməli ilk öncə biz başlayaq Zaqatala dövlət qoruğundan. Yadda saxlayaq ki, Zaqatala dövlət qoruğu həm Zaqatala, həm də ki Balakən rayonlarının ərazisində yerləşir. Yəni bu iki rayon ərazisində yerləşir və Zaqatala dövlət qoruğunda əsasən buranın dağ, meşə və dağ çəmən landşaftı qorunur. Baxın, yadda saxlayırıq. Deməli, dağ, meşə, demək Zaqatalada nə qorundu? Dağ, meşə və dağ çəmən landşaftı qorundu. Zaqatala dövlət qoruğunda. İkinci bir qoruğumuz İlisu dövlət qoruğu. İlisu dövlət qoruğu yerləşəcək Qax rayonu ərazisində. İlisu dövlət qoruğunda isə bu ərazilərin əsasən meşə və dağ çəmən landşaftında yaşayan nadir bitkilərin, heyvanların və həmin landşaftların qorunmasında əsas istifadə edilir. Daha sonra biz burada danışa bilərik Türyançay dövlət qoruğundan. Deməli, Türyançay dövlət qoruğu Ağdaş, Yevlax, Qəbələ, Şəki kimi rayonların ərazisində yerləşir və yadda saxlayaq ki, burada ardıc və saqqız ağacı, ardıc və saqqız ağacı ağaclarından ibarət olan meşə kompleksi qorunur. Yəni burada quru meşələr, arid meşələr qorunmaqdadır. Həmçinin bu ərazidə biz İsmayıllı dövlət qoruğunun adını seçə bilərik. İsmayıllı rayonu ərazisində yerləşir. Burada meşə landşaftı qorunur. Həmçinin Şamaxı rayonu ərazisində isə Pirqulu dövlət qoruğunun adını seçə bilərik ki, bu ərazidə də meşə landşaftı xüsusən yadda saxlayaq ki, qara çöhrə, burada qeyd olunub. Qara çöhrə ağaclarının, yəni qorunmasında burada bu qoruqdan istifadə edilir. Yəni bu qoruqda əsas qorunan ağaclarla qara çöhrə ağacını biz nümunə göstərə bilərik. Daha sonra biz keçə bilərik Xızı və Siyəzən rayonu ərazisində 6 ağac dövlət qoruğundan danışa bilərik.
Yadda saxlayaq ki, Altıağac dövlət qoruğu, bir daha qeyd edirəm, Xızı və Siyəzən rayonları arasında yerləşir və burada meşə landşaftı qorunur. Aha. Daha sonra biz Abşeron zonasında Bakı və Abşeronun palçıq vulkanları qoruğu. Burada 52 dənə palçıq vulkanı qorunur. Yəni Azərbaycan ən əsas palçıq vulkanları yadda saxlayaq ki, bu ərazidə qorunmaqdadır. Adı da Bakı və Abşeronun palçıq vulkanları qoruğu gedir. Daha sonra biz burada Qobustan dövlət qoruğunun adını çəkə bilərik. Biz bilirik ki, Qobustan dövlət qoruğunda qədim insanlar tərəfindən çəkilən qayaüstü təsvirlər qorunur. Və buraya yazaq qayaüstü təsvirlər. Bir daha qeyd edək. Demək, Bakı və Abşeronun palçıq vulkanlarında Azərbaycanın 52-yə yaxın palçıq vulkanı qorunur. Qobustan qoruğunda isə əlbəttə ki, qayaüstü təsvirlər qorunmaqdadır. Daha sonra biz Şirvan qoruğuna keçid etsək, Şirvan qoruğunda bu da Salyan və Neftçala rayonları ərazisində yerləşir. Deməli, bax qeyd eləyək. Salyan və Neftçala rayonları arasında yerləşəcəkdir. Burada qorunan əsas komponentləri biz birinci su quşları burada qorunur və ceyranlar. Deməli, Şirvan dövlət qoruğu harada yerləşdi? Hansı rayonların arasına düşdü? Salyan və Neftçala rayonların arasına düşdü. Bəs burada nə qorunacaq? Su quşları və ceyranlar qorunacaqdır. Aha. Daha sonra biz Qızılağac dövlət qoruğundan danışa bilərik. Deməli, Qızılağac dövlət qoruğu əsasən Lənkəran rayonu ərazisinə düşür. Həmçinin müəyyən bir hissəsi Neftçala və Masallı rayonları ərazisində düşür. Amma əsas hissəsi əlbəttə ki, Lənkəran rayonu ərazisindədir. Bu Qızılağac körfəzi ətrafında olan təbii komplekslər və burada yadda saxlayaq ki, ən əsas köçəri quşlar qorunur. Köçəri quşlar. Aha. Sonra biz keçid edə bilərik. Deməli, Qarayazı dövlət qoruğu. Demək, yadda saxlayaq ki, Qarayazı dövlət qoruğu yerləşəcək Ağstafa rayonu ərazisində və biz demişdik ki, Azərbaycanın bəzi düzənlik ərazilərində yeraltı suların yer səthinə yaxın yerləşməsi düzənlik ərazilərdə də meşə kompleksinin yaranmasına gətirib çıxardır. Bu meşələrdən biri də Qarayazı düzündə yerləşən Tuqay meşələridir. Tuqay. Ona görə yadda saxlayırıq ki, Qarayazı dövlət qoruğunda Tuqay meşələri qorunacaqdır. Daha sonra Eldar Şamı dövlət qoruğundan biz danışa bilərik. Eldar Şamı dövlət qoruğu da Samux rayonu ərazisində yerləşəcəkdir və adından da məlum olduğu kimi burada deməli Eldar Şamı qorunur. Ceyrançöl alçaq dağlıq ərazisinə düşür. Burada Ceyrançöldə yerləşən nadir və endemik bitkilərdən olan Eldar Şamı qorunacaqdır. Daha sonra biz Göygöl dövlət qoruğu haqqında danışa bilərik. Biz bilirik ki, Göygöl dövlət qoruğu meşə kompleksi, meşə landşaftı bu ətrafda qorunur. Həmçinin Göygölün göl landşaftı əlbəttə ki, qorunmaqdadır. Buranın florası, faunası xüsusən xallı Qafqaz maralı, həmçinin bitkilərdən isə qarmaqvari şam. Yəni bizə suallarda çox düşür. Yəni qarmaqvari şam harda qorunur? Yadda saxlayaq ki, Göygöldə. Qaraçöhrə harda qorunur? Pirquluda. Ardız və saqqız ağaclar harda qorunur? Türyan çayda. Tuqay meşələri harda qorunur? Qarayazıda. Eldar Şamı harda qorunur? Eldar Şamı qoruğunda. Yəni bunlara çox diqqət yetirək. Həmçinin biz digər qoruqlardan Bəsitçay dövlət qoruğundan danışa bilərik. Gördüyümüz kimi Zəngilan rayonu ərazisinə düşür və burada Şərq çinarı, yadda saxlayaq, Şərq çinarı qorunacaqdır. Həmçinin Laçın rayonu ərazisində Qaragöl dövlət qoruğu yerləşir. Burada isə əsasən dağ çəmən landşaftı qorunur. Naxçıvanda biz Şahbuz
dövlət qoruğundan danışa bilərik. Şahbuz rayonu ərazisində yerləşir. Əsasən dərman bitkiləri, yadda saxlayaq. Yəni bizə suallara düşə bilər ki, dərman bitkiləri əsasən harda qorunur? Yadda saxlayaq ki, Şahbuzdadır, Şahbuz qoruğunda və həmçinin bu ərazilərin nadir bitki və heyvanlar aləmi qorunmaqdadır. Milli parklarımıza keçsək isə, əlbəttə ki, milli parklar qeyd etdiyim kimi qoruqlardan fərqli olaraq, yəni əslində qoruqlarla eyni statusa malikdir, lakin qoruqdan əsas fərqi ondan ibarətdir ki, milli parklarda insanların istirahətinə icazə verilir və Azərbaycanın ən böyük milli parkı, yadda saxlayaq ki, Şahdağ milli parkıdır. Bu Böyük Qafqaz Sıra dağlarında yerləşən bir milli parkdır və onun tərkibində yadda saxlayaq ki, Qəbələ, İsmayıllı və Pirqulu kimi qoruqlar yerləşir. Bu da əsasən bu ərazilərin meşə landşaftının, həmçinin bitki, heyvanlar aləminin qorunmasında çox geniş formada istifadə olunur. Digər bir milli parkdan biz danışa bilsək, burada qeyd edə bilərik Samur Yalama Milli Parkı. Yadda saxlayaq ki, Samur Yalama Milli Parkı yerləşəcək Samur Dəvətçi ovalığında, Xaçmaz rayonu ərazisində yerləşir və biz bayaq da qeyd etdiyim kimi Azərbaycan ərazilərində düzən meşələri yaranır. Bu düzən meşələrindən biri də Xaçmaz ərazisində Samur Dəvətçi ovalığında yaranmışdır və bu meşələri qorunmaq məqsədi ilə Samur Yalama Milli Parkı yaradılmışdır. Daha sonra biz danışa bilərik Altağac dövlət qoruğu ilə yanaşı, həmçinin Altağac deməli milli parkı da mövcuddur. Altağac milli parkı da təbii ki, yenə də qeyd edəcəyik. Əsasən Xızı rayonu ərazisinə düşür. Burada da Böyük Qafqazın əsasən meşə landşaftının, Şimal-Şərq Yamacının meşə landşaftının qorunmasında istifadə olunur. Digər bir milli parka biz burada qeyd edə bilərik Abşeron milli parkı. Abşeron milli parkında ən əsasən qorunur su iti və bu ərazilərin bu ərazilərə gələn quşlar bu ərazilərdə qorunur, amma ən əsas su itilərin qorunduğu bir milli parkdır. Daha sonra yenə də Şirvan həmçinin milli parkdır. Şirvan da cənub-şərqi Şirvan düzündə yerləşir. Salyan və Neftçalan rayon ərazisində düşdü. Burada demək, bayaq da qeyd etdiyimiz kimi ceyran və su quşları qorunacaqdır. Su quşları. Sonra biz Ağgöl Milli Parkından danışa bilərik. Ağgöl Milli Parkı da əsasən Mil düzü ərazisində yerləşir. Ağcabədi və Beyləqar rayonları ərazisinə düşür. Burada da yəni göl ətrafında olan su quşlarının qorunmasında istifadə olunur. Daha sonra biz Hirkan Milli Parkından danışa bilərik. Xüsusən Lənkəran və Astara rayonları ərazisində düşür. Talış dağlarının ətəklərindədir. Burada əsasən relik və endemik bitkilər, xüsusən dəmir ağacı, bu ərazilərə xas olan dəmir ağacı, həmçinin Hirkan şümşadı, şabalyarpaq, palıd və s. kimi bitkilərin qorunmasında istifadə olunur. Naxçıvan ərazisində isə biz Zəngəzur Milli Parkından danışa bilərik ki, burada xüsusən dağ çəmən landşaftlarının qorunmasında, buranın bitki və heyvanlar aləminin qorunmasında, Aras palıdı, bəbir, bezor keçisi kimi canlıların qorunmasında istifadə edilir.